Bir müddət öncə onlarla ağacı kəsərək 117 min manatlıq təbiətə ziyan vurmuşdular. Bu dəfə isə apardıqları söküntü və qazıntı işlərinə görə sakinlərin narazılığına səbəb olublar. Söhbət Yasamal rayonu ərazisində çoxmənzilli binalar inşa edən Avant Qrup MTK-dan gedir. Bir tərəfdə böyük qazıntı və söküntü işləri aparılır. Digər tərəfdə isə çoxmənzilli binalar inşa edilir. Şirkət gecə-gündüz demədən işləri davam etdirir. Hər nə qədər gecə səs-küy salmanın qadağan olunduğunu bilsələr də. Görüntülər Yasamal rayonu Şərifzadə 241 ünvanındandır. Söküntü işləri MTK-nın qonşuluğunda yaşayan sakinlərin narahatlığına səbəb olub. Elə görüntünü də onlar çəkiblər. Deyirlər ki, ərazidə ağır texnikaların yaratdığı gürültü, səs-küy və toz-torpaq aylardır ki, onları narahat edir. Aidiyyəti qurumlara da şikayət ediblər. Hansı ki, bu tikinti şirkətinin ərazisində iş saatı səhər saat 8:00-dan axşam 18:00-a qədər göstərilir. Ancaq buna baxmayaraq yayılan görüntülərdə gecə saatlarında bu MTK-nın ərazisində qazıntı işləri həyata keçirilir. Bu həm işçilərin, burada çalışan işçilərin hüquqlarının pozulmasıdır, həm də bu ətrafda yaşayan sakinlərin rahatlığın əlindən alınmasıdır da. Səhərə qədər ən çox da toz olur, tozdan əlavə səs-küy boşaldırlar, dəmiri dartırlar, sıyırırlar. Belə səs-küydən mümkün deyil. Nə uşaq yata bilir, nə xəstə belə. Biz də həmin ünvana yollandıq. Söküntü işləri getdiyini, ərazini toz-torpaq bürüdüyünü müşahidə etdik. Lakin çəkiş aparıldığını görər-görməz işləri dayandırdılar. Sözcüdən şirkətin ofisində suallarımızı cavablandıracaq birini tapa bilmədik. Rəhbərliyin işdə olmadığını deyib, ofisin qapılarını üzümüzə bağladılar. Qapı yazmışsınız ki, səhər saat 8-dən axşam 18:00-a qədər, düzdür? Bəs nətər olur? Axşam gecə saatlarında iş görürsünüz? Deyil, müəllim. Yox, axşam gecə saatlarında iş görürsünüz ancaq. Onu biz biləmək, ondan xahiş edirəm, Avant Vista. Müraciət edin, olardı, yox. Ağaclar xeyli tozun zadın qabağını alırdı. Mənə elə gəlir ki, o binalar söküləndə, orada söküntü olanda tent çəksələr, qıraqdan biraz su vurulsa, eləsə, yəni bizi nəzərə alarlar. Evdəki paltarlarımız tozun içindədir. Evdə bütün pərdə, ev, eşik tozdur da, tozdan nəfəs ala bilmirik. Əldə etdiyimiz məlumata görə isə Avant Qrup MTK məxsus tikinti ərazisində qazıntı işlərini aparan şəxslər artıq müəyyən edilib. Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən həmin qazıntı işlərinin 3 icrası saxlanılıb və onların barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. O ki qaldı, söküntü zamanı mənzillərə dolan toz-torpaqla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hansı tədbir görəcəyinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, ərazidə ölçmə işləri aparılacaq. Havaya normadan artıq toz yayıldığı müəyyən olunarsa, qanuna müvafiq tədbir görüləcək. Vəhşicəsinə eləyirlər, görürsən. Qeyd edək ki, Avant Qrup bir müddət əvvəl Yasamal rayonu Şərifzadə küçəsi Köhnə Azad zavodunun ərazisində ağacları kəsməyi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117.060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.